Salam dostlar. Bugünkü nağılımızın adı Mavi qanadlı kəpənək. Kəpənəklər bahar mövsümü gələndə bağ-bağçada, çiçəklərin arasında nazlı-nazlı uçan sevimli həşəratlardır. Bir-birindən gözəl və rəngarəng naxışlı qanadları olan kəpənəkləri əminəm ki, çoxunuz tanıyırsınız. Bizlərə baharın gəlişini müjdələyən çəmənlərin, bağçaların bu gözəl qonağını hamımız çox sevirik. Gözəl yaz mövsümündə havaların isindiyi, ətrafın yaşıllaşıb çiçəklərlə bəzəndiyi bir çəmənlikdə çoxlu kəpənək yaşayırmış. Kəpənəklər bir-birini çox sevər, çiçəklərin arasında birlikdə uçar və əylənərmişlər. Ancaq aralarından biri heç kimə qoşulmaz, həmişə tək uçarmış. Bir çiçəkdən digərinə qonaraq müxtəlif səslər çıxarar, oyun oynayarmış. Bu kəpənək digərlərindən gözəl qanadlarının olması ilə fərqlənirdi. Böyük mavi qanadlarının ortası rəngbərəng xallarla bəzənmişdi. Fərqli rəngdə qanadlara sahib olduğu üçün özündən o qədər razı imiş ki, digərləri ilə birlikdə uçmaq belə istəmirmiş. Başqa kəpənəklər hər dəfə onu yanına çağıranda deyirmiş: "Xeyr, mən sizdən daha gözələm. Niyə sizin yanınıza gəlim ki, mən tək uçmalıyam?" Kəpənəklər ona bu davranışının yanlış olduğunu başa salmağa çalışsalar da, mavi qanadlı kəpənək hər dəfə onlara qarşı çıxarmış. "Sizdən gözəl olduğum üçün məni qısqanırsınız. Məni rahat buraxın" deyərmiş. Bütün çiçəklər mavi qanadlı kəpənəyin gözəl qanadlarının vurğunu idi. O uçanda hamı onu heyranlıqla seyr edirdi. Girdiyi hər bağda çiçəklər ləçəklərini açıb "Gəl, gözəl kəpənək, gəl bizim ləçəklərimizə qon" deyərək onu dəvət edərdilər. Bu gözəl münasibətə görə təşəkkür etməli olduğu halda, əksinə daha da qürurlanan mavi qanadlı kəpənək lovğalanaraq çiçəklərə məhəl qoymur, daha yüksəkdən uçur və şəstlə qanadlarını çırpırdı. Bunu uzaqdan izləyən digər kəpənəklər onun çiçəklərə qarşı etdiyi kobud davranışlarına kədərlənirdilər. Çünki kəpənəklər onun çiçəksiz yaşaya bilməyəcəklərini çox yaxşı bilirdilər. Arılar, kəpənəklər və bütün uçan böcəklər çiçəklərin şirəsini incə xortumları ilə içərək bəslənirlər. Arılar da balı bu üsulla toplayırlar. Mavi qanadlı kəpənək də bunu bilirdi. Amma özündən o qədər razı idi ki, onu sevən çiçəklərə üz göstərmirdi. Bir gün günorta çiçəklərin arasında uçarkən onun qarşısına üstü xallı parabüzən çıxdı. Və o dedi: "Xoş gördük, mavi qanadlı kəpənək. Sənin qanadların necə də gözəldir. Gəl səninlə dost olaq." Mavi qanadlı kəpənək qürurla qanadlarını çırpıb səmaya yüksəldi və dedi: "Nə? Buna bir bax. Sən kimsən ki? Adi parabüzən. Gör kiminlə dost olmaq istəyirsən" deyib onun yanından sürətlə uçub uzaqlaşdı. Parabüzən isə təkəbbürlü kəpənəyin arxasınca baxa-baxa qaldı. Mavi qanadlı kəpənəyin uçduğu bağlarda və çəmənliklərdə çiçəklər artıq onu yavaş-yavaş tanımağa başlamış, digər kəpənəklərdən fərqli olaraq mavi qanadlı kəpənəyin onların dostu olmadığını anlamışdılar. Çiçəklər bağçaya girəndə artıq onu çağırmır, ləçəklərinə dəvət etmir, salam belə vermirdilər. O özündən elə razı idi ki, çiçəklərin ondan küsdüyünü belə hiss etməmişdi.
Mavi qanadlı kəpənək bir gün günəş batana qədər bütün bağları gəzdi. Heyranlıqla xeyli öz qanadlarına tamaşa etdi. Günəş batana yaxın, yorğun və ac olduğunu hiss edib bir bağa girdi. Onu həmişə ləçəklərinə dəvət edən çəhrayı gülə tərəf uçdu. Ətirli və gözəl ləçəkli çəhrayı gül tez ləçəklərini bağlayıb dedi: Mavi qanadlı kəpənək, artıq mənim ləçəklərimə qonmağını və şirəmdən içməyini istəmirəm. Çünki sən mənim dostluğuma layiq deyilsən. Get başqa yerdə özünə yemək axtar. Mavi qanadlı kəpənək çox təəccübləndi. İlk dəfə idi ki, bir çiçək onu sevmədiyini söyləyirdi. O, belə münasibətə alışmamışdı. Ancaq yenə də səhvini başa düşmədi. Bilirəm, kəpənəklər kimi sən də mənim gözəlliyimi qısqanırsan. Başqa çiçək yoxdur bəyəm, mən onların yanına gedərəm, dedi və acıqla bağdan çıxdı. Bahar mövsümündə səma həmişə günəşli olduğundan havalar yavaş-yavaş isinir, amma belə günəşli havada anidən güclü yaz yağışı yağa bilərdi. Yaz yağışı bütün çiçəkləri və torpağı sulayır ki, təbiət daha da yaşıllaşsın. Çiçəklər və bitkilər yağışla sulanır, daha sürətlə boy atır. Həmin gün yaz yağışının xəbərçisi olan incə mehin əsdiyini görən kəpənəklər qəfildən yağış yağacağını bildiklərindən çox ehtiyatla davranırdılar. Sakit külək buludları yer səthinə daha da yaxınlaşdırmış, günəş də buludların arasında gizlənmişdi. Kəpənəklərdən biri hər kəsi toplayıb xəbərdarlıq etdi. Dostlar, yağış yağacaq, tələsin, yuvalarımıza girməliyik. Onlar ağacların kövuşunda yerləşən yuvalarına uçarkən bir qədər aralıda istirahət edən mavi qanadlı kəpənəyi gördülər. Dözə bilməyib ona da səsləndilər. Ey, mavi qanadlı kəpənək, indi yağış yağacaq. Gəl bizimlə gedək, yoxsa islanacaqsan. Bax sonra xəbərdarlıq etmədilər demə ha. Mavi qanadlı kəpənək onlara uzaqdan baxıb dedi. Nə yağış? Heç belə gözəl havada da yağış yağar. Aranıza qatılım deyə məni aldadırsınız. Gəlmirəm. İndi bütün çiçəklər və çöllər yalnız mənim gözəlliyimi seyr edəcək, düşünüb sevindi. Lakin bu sevinci uzun sürmədi. Qəfildən eşitdiyi göy gürültüsündən diksindi. Nə baş verdiyini anlamadan anidən yağış onu möhkəm islatdı. Bir təhər özünü toparlayıb uçmaq istədi, lakin ard-arda düşən iri yağış damlaları zərif qanadlarını çırpmasına mane olurdu. Bərk islandığı üçün tir-tir əsməyə başladı. Üstəlik qanadları o qədər ağır idi ki, dayana bilməyib ağlamağa başladı. Mən necə də ağılsızam, niyə axı digər kəpənəklərə qulaq asmadım? Deyib özünü danlayır, çətinliklə ağaclara tərəf uçmağa çalışırdı. Onun acınacaqlı vəziyyətini görən kəpənəklər köməyə gəldilər. Dərhal onu aralarına alıb ağacın koğuşundakı yuvalarına apardılar. Mavi qanadlı kəpənəyin yağışdan islanmış və zədələnmiş qanadları əvvəlki kimi parlaq və gözəl görünmürdü. O yaş qanadlarına və onu xilas edən kəpənəklərə baxır, xəcalət çəkərək onların arasında isinməyə çalışırdı. Özünü bəyənib dostlarına xor baxdığı üçün o qədər peşman olmuşdu ki, səhvini başa düşüb onlardan üzr istədi. Bundan sonra lovğalanmayacağına söz verib, onu da öz aralarına almalarını xahiş etdi. Kəpənəklər onun istəyini məmnuniyyətlə qəbul etdilər. Mavi qanadlı kəpənək bundan sonra dostlarını heç vaxt tərk etmədi. Bu da nağılımızın sonu.